Vəfa Abbaslı. Vəfa xanım, bəlkə sizinlə biraz söhbəti burada eləyək. Çünki sizin piştaxtanız buradadır da. Əlbəttə. Hə, özünüzü tanıtmaqla, özünüz haqqında bir kiçik araş verməklə gəlin başlayaq söhbətə. Mən artıq 2015-ci ildən bəridir ki, sahibkarlıqla məşğulam. Müxtəlif sahələrdə təbii ki olub bu. İlk öncə geyim sahəsi üzrə başlayıb, sonra isə onun standart olduğunu görüb daha fərqli bir konseptlər axtarmağa başlayıram ki, necə eləyim daha fərqli olsun. Aksesuar, o da standartdır və hansı növ aksesuar? Təbii daş. Əl işlərindən ibarət mağazam var və orada da yalnız öz əl işlərim deyil, hansı ki burada müxtəlif gənclərin və xanımların, müxtəlif masterların əl işlərinə yer vermişik burada. Bəli, yəni burada gördüyünüz, bunlar artıq təəssüf ki, bütün mağazanı gətirmək olmur bura. Bir neçəsini cəlb elədi burada. Bildiyim qədərilə bu sabundur, düzdürmü? Bu bəli, bir xanımın əl işidir bu. Bunda necə sabunları əridi? Xeyr, tamamilə onlar sıfırdan hazırlanır. Xam malları hamısı müxtəlif yağlardan, tərkibləri tamamilə müxtəlif və orqanikdir. Heç bir kimyəvi qatqısı olmadan hazırlanır. Çox maraqlıdır. Ümumiyyətlə, baxın Vəfa xanım, siz bir sahibkar kimi artıq alıcıların psixologiyasına yaxşıca yiyələnmişsiniz. Bizim insanların bayram üçün sizcə hədiyyə olaraq həm alıcı nöqteyi nəzərdən, həm də ki, hədiyyə alan bir şəxs nöqteyi nəzərdə nə daha cəlb edici gəlir? Çox gözəl sualdır. Yəni son zamanlarda nə yaxşı ki, artıq əl işlərinə, əl əməyinə çox böyük dəyər verilir və düşünürəm ki, artıq insanlar da bunun dəyərli və özənli hazırladığının fərqində olduğuna görə hədiyyəni də istər kimsə özünə alsın, istərsə kiməsə alsın, daha çox əl əməyinə, özənlə hazırlanmış bir əməyə üstünlük verilir. Dünyada bir belə bahalı bir anlayış var da, handmade, yəni bu əl işidir, bu daha qiymətli hesab olunur. Bəli, bizim də konseptimiz sırf handmade-dir. Orada müxtəlif çeşidlər var hər sahədən və nə xoş bir haldır ki, davamlı müştərilər gəlirlər, artıq bizim zövqümüzə güvənərək bizə həvalə edirlər. Biz onlara hədiyyə qutuları hazırlayırıq. Maraqlı bir hədiyyə qutusu var. Təbii dəridir. Bəli, təbii dəridir. Bir bəyin əl işləridir bunlar hamısı. Sırğalarınız öz əl işinizdir. Bunlar xeyr. Bəs boyunbağınız, bəs qolbağınız. Bu bəli, öz əl. Nəhayət ki, dünyanı bəzər özünü gəzərək ki, özünüzə heç eləmirsiniz bəs. Özüm o qədər o şeylə məşğulam ki, artıq hər gün içindəyəm, taxıram, çıxardıram, o qədər dəyişirəm ki, artıq göz doyur onu görməkdən. Ona görə hər gün onlarla birlikdəyəm və zövq alıram həqiqətən də düzəldərkən. Aydındır. Vəfa xanım, siz öz işlərinizi adlandırmırsınız, qobaqlara filan ad vermirsiniz. Biz barkodla ancaq kod qoyuruq o qədər. Əsl sahibkar kimi danışır, görürsünüz.